Salam əziz izləyicilər, bu gün mən sizə riyazi kimya ilə bağlı ixtisaslar barəsində danışacağam. Biz bu ixtisasları seçdikdə gələcəkdə harda işləyə bilərik və nə qədər pul qazana bilərik, yəni bizim maaş gözləntilərimiz barəsində çalışacağam danışım. İlk öncə sizdə ruh yüksəkliyi yaratmaqdan ötürü bu ixtisasların maaşları barəsində danışaq. Bu ixtisaslar içərisində ən gəlirli sahə neft-qaz mühəndisliyidir. Burada maaş 1200 manatdan başlayır. Fərqli-fərqli ixtisaslarda da fərqli maaşlar mövcuddur. Buradakı maaşlar X şirkətdə, atıram, elektrik mühəndisliyi 9 manatdan başlayırsa, hər hansı bir başqa şirkətdə isə 1200 manatdan başlaya bilər. Yəni bu maaş, başlanğıc maaşlar şirkətdən şirkətə dəyişir. Ən gəlirli sahə neft-qaz mühəndisliyidir. Bu fizika, riyaziyyat da 600 olmasına baxmayaraq, fərqli şirkətlərdə daha böyük maaşlarla siz işə başlaya bilərsiniz. İndi gəlin bu ixtisasları biz ingilis dilimi yoxsa Azərbaycan dilimi oxuyaq, o barədə danışaq. Bu ixtisasları ingiliscə və yaxud da Azərbaycan dili oxumağın o qədər də arasında böyük bir fərq yoxdur. İngiliscə oxumağın sizə o üstünlüyü var ki, hər hansı istənilən bütün vakansiyalarda işə götürən ingilis dilinin müəyyən bir səviyyədən yuxarı olmasını tələb edir. Siz ingiliscə oxuduğunuz üçün bu maneəni aşmış olursunuz. Amma bu o demək deyil ki, Azərbaycanca oxumusunuz, sizə üstünlük verməyəcəklər. Siz Azərbaycan dili oxuya-oxuya ingilis dilinizi müəyyən səviyyəyə gətirəndən sonra sizə hər bir şirkət baxacaq. İngilis dili oxumağın eyni zamanda pis cəhəti odur ki, materiallar çətin dərk edilir. Əgər sizin ingiliscəniz o səviyyədə deyilsə, dərslərdə bütün müəllimlər ingiliscə danışdığı üçün və materialların hamısı ingiliscə olduğu üçün onları qavramaqda çətinlik çəkəcəksiniz. İndi isə gəlin bu ixtisaslar barəsində danışaq və həmin ixtisaslara uyğun mühəndislər iş yerlərində nə iş görürlər. Neft-qaz mühəndisliyi bitirəndən sonra adətən tələbələr SOCAR, BP, Total Energies və s. Azərbaycanda olan şirkətlərdə işləyə bilərlər. Bunlardan ən məşhuru SOCAR-dır. Bu BP, Total Energies də bu SOCAR-ın alternativləridir. Yəni mərkəzi xaricdə olan şirkətlərdir. Bunlar Azərbaycanda da fəaliyyət göstərir. Azərbaycanda neft bol olduğu üçün. Ümumiyyətlə bu ixtisasda mühəndislər nə edirlər? O barədə gəlin danışaq. Siz əgər neft-qaz mühəndisliyi bitirəndən sonra hər hansı bu şirkətlərdə işləsəz, ümumiyyətlə neft geniş sektor olduğu üçün orada bir çox mühəndislik anlayışı mövcuddur. Sən ümumiyyətlə kəşf eləməlisən ki, harda neft ola bilər. Yataqları müəyyən eləməlisən. O bir mühəndislik. Sonra gəlir ikinci mühəndislik isə hasilat mühəndisi. Sən bir yer tapdın, hansı ki burada neft var və baxırsan ki, buradan mən nə qədər neft çıxarda bilərəm. Və mən nə qədər texnologiya istifadə edəcəm, hansı texnologiyaları istifadə edəcəm. Bildiyiniz kimi neft asan çıxmır və nefti çıxartmaq üçün adətən su, qazdan da istifadə edilir də. Ümumiyyətlə mənim bura nə qədər suyum, qazım gedəcək və sonra neftin daşınması var. Neft çıxdıqdan sonra boru xəttləri ilə tankerlərə yüklənilir. Sən həmin boru xəttlərini də müəyyən eləməlisən, tankerə daşınmanı da müəyyən eləməlisən. Neft təhlükəli olduğundan təhlükəsizlik mühəndisi anlayışı da var orada. Neft daim təhlükəsiz çatmalıdır. Dənizi çirkləndirməli deyil. Məsələn də bəzən görürük ki, Xəzəryanı sahillərdə də neft tullantıları olur. Bu isə əsasən neft-qaz şirkətlərinin səhvindən qaynaqlanır. Siz sonra offshore platformalarda da işləyə bilərsiniz. Bu dənizdə bəzi tikillər olur neft çıxartmaq üçün. Onlardır. Sonra dövlət qurumlarına Energetika Naziri, SOCAR-ın layihə etmə bölmələrində analitik. Bunlar da bildiyimiz kimidir. Bu servis şirkətlərdə ki, bunlara kömək edir. Bu şirkətlərə neft tapmaq üçün falan kömək edir. Yəni bu şirkətlərdə də işləyə bilərsiniz. İndi isə gəlin kimya mühəndisliyi bitirəndən sonra harada işləmək mümkündür və bu sahənin mütəxəssisləri
işində nə iş görürlər, o barədə danışaq. Bu sahəni bitirəndən sonra biz kimyəvi zavodlarda, əczaçılıq sənayesində, qida sənayesində və bəzi dövlət qurumlarında işləyə bilərik. Həmçinin neft-qazla bağlı olunan şirkətlərdə də kimya mühəndisi üzrə işləmək mümkündür. Nəyə görə? Neft emal olunduqdan sonra onun bir sıra prosesləri keçir. Neft məsələn gəldi ambara daşındı. Bu benzinə, kerosinə, qaza ayrılmalıdır. Bu ayrılma prosesləri isə kimyəvi reaksiyalardan sonra baş verir. Bir kimya mühəndisliyi müəyyən edilməlidir ki, hansı reaksiya daha effektlidir. Yəni hansı reaksiyada daha çox məhsul olunacaq və daha az pul itkisi yaşanacaq. Daha az texnologiya istifadə olunacaq. Kimya mühəndisliyi adətən zavodlarda, fabriklərdə işlədiyi üçün burada kimyəvi reaksiyalara onlar nəzarət edir. Necə nəzarət edir? Temperaturları müəyyən edir, təzyiqləri müəyyən edir, hansı reaksiya daha effektlidir, onları müəyyən edir və kimya mühəndisləri də eyni zamanda yeni məhsullar və materiallar hazırlaya bilir. Məsələn, bizim gündəlik həyatda da istifadə etdiyimiz poşetləri, sarafanları, boyaları, kosmetikaları, dərmanları kimya mühəndisləri sayəsində yaranır. Adətən təmizləyici vasitələr falan hamısını bunlar yaradır. Kimya mühəndisliyi geniş sahədir. Burada da ən prestijli olan sahələrdən biridir. Yəni bunu oxumağa dəyər. Gəlin indi inşaat mühəndisliyi barəsində danışaq. İnşaat mühəndisliyi nədir? İnşaat mühəndisləri binaların, körpülərin, yolların, tunellərin və s. layihələri tikir və təhlükəsizliyi təmin edir. Yəni sən sıfırdan bir binanı layihələndirirsən, ora nə qədər işçi lazım olacaq, hansı materiallar gedəcək, materialların keyfiyyətinə, işçilərə sən nəzarət edəsən. Sən ilk öncə binanın skeletini qurursan, sütunları, beton sistemi, fundamentalı, ümumiyyətlə bu bina zəlzələyə nə qədər davamlı olacaq, onları müəyyən edirsən və sənə məsələn bina layihəsi verilir və bu deyilir ki, müəyyən vaxta kimi qurmalısan. Sən bu müəyyən vaxt çərçivəsində bu binanı yaratmalısan sıfırdan. Və eyni zamanda bu şəhərsalma ilə bağlı bəzi prinsipləri var. Bina yanğına davamlı olmalıdır. Yanğın zamanı insanlar çıxa bilməlidir. Sən bu kimi şeylərə nəzarət edirsən. Materialların keyfiyyətinə, işçilərin vaxt bölgüsünə falan inşaat mühəndisləri baxır. Ümumiyyətlə inşaat mühəndisi olaraq sən həm ofisdə işləyə bilərsən, həm də bina gedən ərazidə də işləyə bilərsən. Ofisdə nəyə görə işlənilir? Ümumiyyətlə sən bir binanı layihələndirmək üçün rəqəmsal dövr olduğuna görə əsasən kompüterdə olan proqramlar vasitəsilə binanı layihələndirirsən sıfırdan. Onun çirközünü falan qurursan və yaxud da ki materialları falan hamısının kompüter üzərindən olur adətən. Sahə mühəndisləri isə işçilərə nəzarət edir, materialların keyfiyyətin, yəni fiziki olaraq özü yoxlayır da və fikir verir. Məsələn, usta gətiriblər. Bu usta ona verilən işi necə qurub, səhv qurubmu, düzgün qurubmu, bunlara nəzarət edir. İnşaat mühəndisliyi harda işləmək olar? İnşaat mühəndisliyi çox yerdə işləyə bilir. Ən prestijli ixtisaslardan biri hesab olunur. Məsələn də sən bu hər hansı bir qruplar olur da, məsələn Melisa qrup və s. qruplar olur ki, hansı ki onlar bina tikir və binada müştəriləri satır. Yəni onlar binanı tikmək üçün inşaat mühəndislərinə ehtiyac duyur. Sən də inşaat mühəndisi olaraq binanı tikirsən. Paşa Construction, Azkons deyə bəzi qurumlarda var. Orada da rahatlıqla işləmək olur. Gəlin indi vakansiyalara baxaq. İnşaat mühəndisliyindən nə tələb olunur? O barədə fikirlərimizi deyək. İnşaat mühəndisi Kaspian MMC-də tələb olunur və bizdə 6 günlük iş həftəsi maaş da ki 1500 manatdan başlayır. Təbii ki də bu işlədikcə qalxır. Yəni ilkin məbləğ 1500-dür. Yəni buradan da gördüyünüz kimi gəlirli sahə hesab edilir. Vəzifənin məqsədi isə layihədə sahədə icrasını texniki sənədlərə uyğun təşkil etmək. Yəni sizə sənəd verilir ki, layihə belə olacaq, tapşırıq verilir. Siz də ona uyğun qurursunuz.
Ə, texniki olaraq ki, düzgün vaxtında gəlmək bu heç. Əsas vəzifə öhdəlikləri bunlar o qədər də yəni ümumiyyətlə sən keyfiyyət təhlükəsizliyinə nəzarət edirsən. Bu yazılar o barədədir. Tələblər ali təhsil, inşaat mühəndisliyi və ona uyğun sahələr, AutoCAD bilikləri. Bu adətən kompüterdə olunan bir şeylə bağlıdır. Yəni inşaat mühəndisliyi oxuyan tələbələrdə burada proqramlar var. Revit, Civil 3D, Microsoft Project. Bunları bilməlidir ki, gələcəkdə onlar çox yaxşı iş tapa bilsinlər. Ümumiyyətlə video 2 hissəli olacaq. Mən bu videoda bu 3 ixtisas barəsində danışdım. Yerdə qalan videoda isə qalan ixtisaslar barəsində danışacağam. Eyni zamanda siz ixtisas seçimi ilə bağlı çətinlik yaşayırsınızsa, mən 400 bal yığmışam, hansı ixtisasları yazım və yaxud da hansı universiteti seçim, ingilis dilimi, Azərbaycan dilimi, pullu, pulsuzmu yazım. O barədə danışmaq üçün öz WhatsApp nömrəmi bura qoyacağam. Siz ora yaza bilərsiniz. Oldu, sağ olun. Gələn videolarda görüşənədək.